Baş nazirin sabiq muavini uzun zamandır Moskvada yaşayan və Azərbaycana hansısa prinsipial görünən səbəblərə görə gəlməyən Abbas Abbasovun nəvəsi evlənib. Abbas Abbasovun oğlu Azərbaycanda bir müddət deputat da olmuş iş adamı Aydın Abbasov, oğlu Hüseyin Abbasov üçün İstanbulda nağılları xatırladan bir toy mərasimi təşkil edib. Təxminən 1000 nəfərə qədər qonağın qatıldığı gecədə səhnəyə çıxan Azərbaycanlı müğənni Röya Ayxan və Ukraynalı ulduz Ani Lorak qonaqlara unudulmaz musiqi ziyafəti yaşadıblar. Türkiyədə çıxan Sabah qəzetinin məlumatına görə Mələk və Hüseyin Abbasov cütlüyü Boğazın sehirli atmosferində ailə həyatı qurub. Boğaz mənzərəsi fonunda baş tutan bu möhtəşəm mərasimdə iş və sənət dünyasından bir çox tanınmış simalar bir araya gəlib. Azərbaycanın jet-set nümayəndələri ilə dolub daşan tədbirə təxminən 1000 nəfər dəvətli qatılıb, yazır Türkiyə mətbuatı. Təmtəraqlı təşkil olunan bu gecə iştirakçılar üçün unudulmaz anlara çevrilib. Gecəyə damğa vuran məqamlardan biri də səhnə çıxışları olub. Azərbaycanın pop musiqisinin ulduzu, Azərbaycanın Reyhan Nasır kimi tanınan Röya Ayxan və Ukraynanın məşhur sənətçisi Ani Lorak səhnəyə çıxaraq qonaqlara musiqi dolu anlar yaşadıblar. Bunu Türk mətbuatı yazır. Hər iki sənətçi performansları ilə böyük alqış qazanıb. Toy yalnız dəbdəbəsi ilə deyil, bədii elementləri ilə də diqqət çəkib. Azərbaycana məxsus xalq rəqslərinin nümayiş olunduğu mərasimdə qonaqlar gecənin son saatlarına qədər musiqinin ritminə qapılaraq rəqs ediblər. 1000 nəfərin qatıldığı toy mərasimi üçün təxminən 10 milyon dollar xərc çəkildiyi deyilir. Gənclərə xoşbəxtlik arzuluyuruq. Abbas Abbasov isə 2006-cı ilə qədər Azərbaycanda baş nazirin müavini olmuşdu və öz ərizəsinə əsasən bu vəzifədən azad edilmişdi. Sonralar o bir müsahibəsində belə də demişdi ki, çoxları vəzifədən istefa verərək gedə bildiyimə görə mənim paxıllığımı çəkirlər. Yəni, əslində deyəsən onu demək istəmişdi ki, mafiyanın sıralarından rahatca qopub getmək hər adama nəsib olmur. Xatırladım ki, Abbas Abbasov Azərbaycanda ən korrupsioner və rüşvətxor dövlət xadimlərindən biri olub və bu sahədə öz bacarıq və vərdişləri ilə bir çox uğurlara imza ata bilmişdir. 2015-ci ildə Abbas Abbasovun qardaşı Nadir Abbasovu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi korrupsiya cinayətləri ittihamı ilə tutmuşdu. O zaman yayılan söhbətlərdə belə deyilirdi ki, Abbas Abbasov öz qardaşını həbsxanadan çıxarmaq üçün 40 milyon dollar verməli olub. Ailə gerçəkdən də zəngin ailədir və belə xərcləri özlərinə rəva görə bilirlər.